sol zolaqdan U dönüşünü eləyirik və döndüyümüz yolun da sol zolağına düşürük. Amma digər geriyə dönmə nöqtələrindən geriyə dönərkən biz sol zolağa düşə bilmirik, orta zolağa düşürük. Tələsmə, sürəti azalt. Biraz cəld çevir sükanı, cəld qazı ver və qaytar. Artır sürəti. Biraz qırıq-qırıq iş gördün, eyb yox, düzələcək. Hə, burada məsələ nədir? Bura Babək prospektidir, tərəni. Artır sürəti. Babək prospektidir və bu yolda sol zolaq məhz sola, daha doğrusu geriyə dönənlər üçün nəzərdə tutulub. Bax, qarşıda, yuxarıda da lövhədə qeyd olunub ki, sağ zolaq düz getmək üçün nəzərdə tutulub sağ zolaqlar, amma sol zolaq geriyə dönmə zolağıdır. Yəni, bu zolaq dönməzdən əvvəl də sənə aiddir, dönəndən sonra da. Yaxşı, necə ki, indi düz gedənlər bu zolağa daxil olmur, artır sürəti. Dönəndən sonra da həmçinin. Və burada, bax, bu ayrıcı bordür ki var, bax, bunun qalınlığına bax. Döndər, axıra kimi, bəli. Əhsən. Görsən, ən az 2 metr yarım var, ən az 3 metrə yaxın var o bordürün qalınlığı. İndi get-gedə nazilir. Yəni, onun özü də axı elə bir zolaq enindədir. Ona görə burada, bəli, yolu mühəndislər elə təşkil edib ki, U dönüşünü yerinə yetirən sürücü sağdan gələnlərə, artır sürəti, sağdan gələnlərə mane olmasın, yol verməyə məcbur qalmasın, yoxsa tıxac olacaq, qəza olacaq.